Uşaqlar üçün 5 ən faydalı qida saysaq, sizin ilk 5liyinizdə ürək həkimi olaraq hansılar dayanır? Ət, toyuq, balıq. Ancaq əllahdan ətinin broileri yoxdur, şükür. Balığın da son zamanlar dambalar əmələ gəlib. Onda onlar atdığı o suya maddələr nə olduğunu bilmirəm. Yəni inşallah suda da onlar çox da həzm olunur. Kimikat kimi getmir. Ancaq bacardığı qədər broiler toyuqları yedirməsinlər. Çünki onun içindəki kimyasal məhsullar uşağa bədənə gedir və onun inkişaf edən genofonu birə-bir zəhər vurur. Bu bir. İkinci, çörək. Çörək yesinlər. Normal dozda da yəni gedib bir buxanka deyil, yəni günlük. Çörəyin ziyanını qida hesab edirlər. Bir dilim, 2 dilim də. Yəni normal diyet, çünki onun içində karbohidrat var, sular var, amin turşular var. Bunu olmalıdır bədən metabolizması üçün. Yumurta, təbii ki, bir qəpikli yumurta deyil. Kartof normal dozasında və tərəvəz. Köküdür, pancarıdır, brokolisidir və bu uşaqların rutin olaraq həftəlik menyuda olması gerəkən uşaqlar və bizim böyümüzün. Və yağlar. Yağlar çox önəmlidir. Tərəyağı və sıvı yağı. Çünki bədən onu almalıdır ki, onu yandırsın və metabolizmasına fayda olsun. Mən yağ yemirəm. İlk altı desən, türklər sözü olmasın. Gündə məsələn, bir kibrit qutusu tərəyağı yeməlisən. Sıvı yağı tükətməlisən. Qarğadalı yağı, zeytin yağı və s. Kalsium baxımından hansı qida? İşte o dedimdə yumurtada da var, ətdə var. Sonra şor, pendir zat süd məhsulları da. Təbii süd məhsulları da kimikatlar deyil yəni. Bunlar çox önəmli faktordadır. Həm uşaq, həm böyük. Ancaq uşağa qatı-qatı faydadır ki, o balaca cılız inkişaf edən bir canlıdır.